zorda, zulümdə əbədi olaraq yaşamaqdır. Mən deyib borcumdan çıxıram. Kimə nə tər çatır o, mən yenə də heç bir aidiyyəti yoxdur. Mən sadəcə adamlıq borcumu, qulluq borcumu, yolçuluq borcumu yerinə yetirirəm. Özünüz bilərsiniz. Yenə də deyirəm, sayanın quluyam, saymayanın da ağası. Məni saymayan mənim üçün heç bu dünyada yoxdur. Mənim xatirimə yaranmış bu dünyada məni saymayan mənim üçün heç bu dünyada yoxdur. Mənim xatirimə yaradılan bu dünyada mənə hörmət qoyana, o mənə qoyduğu hörmətdən də artıq hörmətim var. Sayğısı ondan artıq sayğım var. Mən Allahın sözlərini deyirəm, zamanı gələndə lazım olanları demişəm. Allah mənim vasitəmlə yenə də çatdırıcı insan neyi doğru yaşamalıdır, doğru yaşayış nədir, səhv yaşayış nədini bildirmək üçün. Hələ ki bir kəlmə onu deyə bilərəm ki,